hörmətli tamaşaçılar, Magen David Azərbaycanın təşkilatçılığı ilə Monitoring TV-nin efirində növbəti vəkil saatında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü mən Səadət Vəliyeva sizi salamlayıram. Belə bir deyim var, deyirlər insan əzizlərinin itkisindən daha tez barışır, nəinki mal-mülk itkisindən. Bu misalı təsadüfi çəkmədim. Bugünkü mövzumuz vərəsəlik mövzusu olacaq, hansı ki, həqiqətən də ölkəmizdə çox aktualdır, məhkəmələrdə də iş yükü bu mövzuda həddindən artıqdır. Bugün də həmişəki kimi studiyamızın vəkil qonağı var. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Qəhrəman Qarayev. Qəhrəman müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm. Qəhrəman müəllim, yəni bu misalı çəkdim, düzdür, yəni biz ancaq qanuni tərəflərini danışacağıq. Həqiqətən də vərəsəlik deyəndə niyəsə ancaq şəxsin ölümü və ondan qalan əmlak başa düşülür. Ancaq bunun vətəndaşlar elə bilirlər çox sadə bir məsələdir. Ancaq bu problemlə üzləşəndə həqiqətən də çox çətinliklər çəkirlər. Yəni siz də mən sözümü təsdiqləyirsiniz ki, ümumiyyətlə vərəsəlik çox dərin mövzudur. İlk sualım belədir. Vərəsəlik nədir? Neçə növü var? Əvvəla təşəkkür edirəm. Belə bir önəmli, xüsusən bizim vəkil profilinə uyğun gələn bir formatda verilişə dəvət elədiyiniz üçün biz təşəkkür edirik. Hesab edirəm ki, həqiqətən doğru qeyd elədiniz. Bu hüquq sahəsinin ən qocaman deyərdim, həm də fundamental, o cümlədən hazırki vaxtda da çox ehtiyac olan, araşdırılan, təcrübədə çox tez-tez rast gəldiyimiz vərəsəliklə bağlıdır. Bu vərəsəliklə bağlı bəli, doğru qeyd elədiyiniz, həm də eyni zamanda öz sözümə qüvvət olaraq deyim ki, bunun yaranma tarixi, hətta deyərdim ki, bizim bəşər tarixinin yaranma tarixlərindən, xüsusən eramızdan əvvələ gedib çatır. Bu da nə ilə əlaqəlidir? Bəlli məsələdir ki, hər bir bu sözsüz ki, vərəsəliyin subyekti ancaq insanlar ola bilər də. Düzdür, predmet, başqa əşyalar, daşınmaz əşyalar ola bilər. Ancaq vərəsəliyin subyekti sözsüz ki, deməli, fiziki şəxslər, vətəndaşlar ola bilər. Yalnız istisna hal vəsiyyətnamə əsasında qanunla müəyyən olmuş qeydiyyatdan keçmiş hüquqi şəxs ola bilər. Burada məsələ ondan ibarətdir ki, bu bildiyimiz bəşəriyyətin ən dəyərli varlıqlarından olan insanlar bəlli bir yaşam, ömür deyirik. Bu müddət ərzində yaranması və dünyasının dəyişməsi müddət ərzində şərt olaraq qəbul olunub 100 illik, amma gəlin açıq etiraf edək ki, hazırda dünyada 100 ilə çatmış insan nadir tapıntı kimi qiymətləndirilir. 80 il yaşayan adamlarda çox, nə bilim, düzdür. Artıq uzun ömürlü sayılır. Uzun ömürlü sayılır. Ona görə də, bax, gəlin qiymətləndirək. Yaranma səbəblərindən biri də ondan ibarət ki, tutaq ki, daşınmaz əmlak 500 illərlə, hətta 1000 illərlə bizim tarixi abidə hesab elədiyimiz daşınmaz əmlaklar var. Tarixi 1000 ildir, amma 1000 il yaşayan insan mövcuddurmu? Xeyr. Buna görə də bəlli məsələdir ki, insan, ümumiyyətlə bir haşiyə də çıxır. Yəni bu beynəlxalq konvensiyada da var. İnsanın o əsasən dəyər verilir digər hüquqlarına, amma sonradan müəyyən olunur. Daha doğrusu sonradan deyil. Xeyli zaman sadəcə yeni tariximizdə müəyyən olunur ki, insanın ən fundamental hüquqlarından biri və birincisi ilə mülkiyyət hüququdur. Yəni mülkiyyəti olmayan, mülkiyyətində hər hansı bir dəyəri olan, nəsnə olmayan şəxs müqabbə kimi bir şeydir. Təsəvvür edirsə, bir insan var, onun mülkiyyətində heç nə yoxdur. Yəni bunu insan kimi təsəvvür eləmək olmaz. Ona görə də mülkiyyət münasibətləri, mülki hüquq, ümumiyyətlə insanın o mülkiyyəti ilə bağlı olan məsələ ən fundamental lazım olan hüquqlardandır. Bu da onunla əlaqələndirirəm ki, bunu da bu insanın da mülkiyyətində olan o müəyyən əşyalar insanın özünün ömründən daha çox ömrü var. Ona görə də insan əgər bir ömrün başa vuranda ona məxsus olan əşyalar artıq qalır. Və qalır bu vərəsəlik dediyimiz şey də buradan başlayır. Artıq onun aqibətini müəyyən etmək üçündür. Ondan sonra sahibi rəhmətə getmiş əşyaların
sonrakı taleyinin müəyyən olunması ilə bağlı yaranmış bir məsələdir bu vərəsəlik məsələsi. Bəli, indi bizim mülki qanunvericiliyində onu da qeyd edim ki, bizim hüquqşünas və vəkil həmkarlarımız sözsüz ki, bilirlər. Bizim mülki məcəllə ümumiyyətlə Azərbaycan qanunvericiliyinin içərisində, məcəllələrin içərisində ən geniş, çox həcmli məcəllədir və bunun da sonuncu və 10-cu bölməsi olan bu vərəsəliklə bağlı məsələləri ehtiva edir. Və burada da bizim mülki qanunvericiliyi göstərir, vərəsəlik nədir? Ölmüş şəxsin, miras qoyanın, əmlakının digər şəxslərə, vərəsələrə keçməsi ilə bağlı tənzimlənən hüquq münasibətləridir. Yəni, bu kontekstdə yanaşılır. Vərəsəlik ümumiyyətlə anlamı ondan ibarətdir ki, rəhmətə getmiş şəxsə məxsus olan əmlakların vəsiyyətnamə və qanun üzrə və yaxud hər ikisi üzrə vərəsələrinə keçməsidir. İndi bunu da bax, bildiyimiz kimi, bax, elə sizin sualın içərisində də vardı, vəsiyyətnamənin hansı formaları. Bizim qanunvericiliyin tanıdığı iki əsas forması var. Bir, vərəsəliklə bağlı olan məsələdir, bir də qanundan irəli gələn məsələdir. Qəhrəman, mən vəsiyyətnamə hissəsinə qayıdacaq. Sadəcə belə bir maraqlı, yəqin siz də qarşılaşırsınız. Məsələn, mən vəkil olaraq çox tez-tez qarşılaşıram. Yenə də deyirəm, hamı vərəsəlik sözünü bilir, məfhumunu başa düşür. Ancaq necə işləməyini demək olar ki, əksər sadə vətəndaşlarımız, tamaşaçılarımız bilmir. Belə bir sualla tez-tez müraciət edirlər ki, ümumiyyətlə atadan, anadan qalan əmlak oğul övladına keçir və yaxud da evin son beşiyinə keçir, belə deyək. Xahiş edirəm bu barədə məlumat verin tamaşaçılarımıza. Ümumiyyətlə, vərəsələr arasında cinsiyyət fərqi varmı? Bunlar bərabər hüquqludurmu vərəsələr? Bu barədə ətraflı xahiş edirəm məlumat verin. Çox doğru qeyd edirsiniz. Bayaq dediyim məsələ, həm də bu vərəsəlik məsələsi tarixi çox qədim olduğundan hər bir ölkənin hazırda həm milli qanunvericiliyində bu və ya digər formada əsas məsələlər fərqlənməsə də, bəzi məsələlər hər bir xalqın özünün milli mənəvi dəyərlərinə görə fərqlənir. Siz dediyiniz məsələ, bəli, doğru məsələdir ki, bizim əvvəllər xalq arasında fikirləşmiş bir belə deyək də. Məişətdə işlənən deyimin niyəsə hüquq kimi qəbul edirlər. Onu elə qəbul edirlər ki, tutaq ki, siz dediyiniz məsələ bir ailədə, ailənin sonuncu üzvü, xüsusən də kişi cinsindən olan üzvü artıq vərəsə ola bilir və yaxud da valideynə kimi qulluq edibsə, o vərəsə ola bilir. Ərə getmiş xanımlar artıq vərəsə ola bilməz və s. Hesab edirəm ki, bunlar bizim qanunvericiliyinə görə kökündən yanmışdır. Bayaq dediyim məsələ, bu vərəsəliyin iki forması var. Biri vəsiyyətnamə əsasında keçmiş vərəsəlik, biri də var ki, qanun üzrə, bəzən görürsən ki, hər iki üzrə də ola bilər. Bu nədir? Vəsiyyətnamə üzrə vərəsəlik o vaxt olur ki, deməli, həmin şəxs ölməmişdən əvvəl ona məxsus olan əmlakları həm vərəsələr sırasından vərəsələrə və yaxud vərəsələrdən birinə və yaxud digər şəxslərə vəsiyyətnamə qoymaqla tanınmasının vəsiyyətnamə ilə müəyyən edə bilirlər. Bu sözsüz məsələdir ki, bu vəsiyyətnamənin qoyulması adam sağlığında olmalıdır. Bəli, qaydaları var. Hə, qaydaları var. Notariusda olmalıdır. Notariusun depozit hesabında saxlanmalıdır. Adam rəhmətə gedəndən sonra onun o vərəsə ola biləcək şəxslər və yaxud onlara məlumat verilir, ondan sonra açılır və orada müəyyən olunur ki, yazılı olmalıdır, şahidlər yazılı olmalıdır. Əgər zərurət yaranırsa, adamın fiziki qüsuru və s. buna aid neçə dənə şahid olması və s. şahidin kimlər olması, bu artıq başqa bir mövzudur. Yəni, dediyim məsələ vəsiyyətnamə ilə olan odur ki, ölməmiş şəxs ona məxsus əmlakları ölüm halından sonra vəsiyyətnamə formasında vəsiyyət edəcək şəxsləri konkret göstərməklə və yaxud o, deməli, özünə məxsus əmlakların hansı həcmdə kimə məxsus olması ilə bağlı vəsiyyətnamə qoyduğu halda artıq bu vəsiyyətnamədən irəli gələn məsələlər bununla tənzimlənir, bununla həll olunur. Yox, əgər şəxs vəsiyyətnamə qoymayıbsa və yaxud qoyulmuş vəsiyyətnamə
məhkəmə qaydasında etibarsız hesab olunubsa, artıq burada qanundan irəli gələn vərəsəlik məsələsi işə düşür. Qanundan irəli gələn vərəsəlik məsələsi də bildiyimiz kimi vərəsəliyin 4 növü var. Birinci, ikinci, üçüncü, dördüncü növ. Burada əsasən birinci, ümumiyyətlə qanunvericinin tələbinə görə də bu 4 növ vərəsələr elə bütün hallarda vərəsə olma anlamına gəlmir. Bizim qanunvericilik deyir ki, həm növbəli prinsip, həm də ki, odur ki, məsələn, özündən əvvəlki növbədən olan kateqoriyadan bir vərəsə varsa, artıq ondan sonra gələn vərəsəli istisna edir. Tutaq ki, birinci kateqoriyalı vərəsələrdən biri sağdırsa, mövcuddursa, orada hansı ki, qoy onu da deyim, birinci dərəcəli vərəsələr kimdir? Öləninin bir-birinə qarşı ər və yaxud arvad. Sonra onların valideynləri və onların evladları. İndi onu da deyim ki, bu ögey və doğma evladlar, hansı ki, Konstitusiya Məhkəməsinin bundan bağlı da bir şərhi var, heç bir fərq qoymadan eyni hüquqa malikdirlər. Bu birinci dərəcəli vərəsələr deyək ki, bunlardır. Birinci dərəcəli vərəsələrdən biri mövcuddursa, artıq ikinci dərəcəli vərəsəli istisna olunur. İkinci dərəcəli vərəsəlik o vaxt qüvvəyə minir ki, o vaxt tətbiq olur ki, birinci dərəcəli vərəsələrdən heç biri olmasın və yaxud olan şəxs ümumiyyətlə vərəsəlikdən imtina eləsin. Bu halda ola bilir. Bəs Qəhrəman müəllim, belə bir sual da verim. Əgər bax dediniz ki, vəsiyyət qoyur, şəxs sağlığında bütün əmlakını bir vərəsəsinə bağışlayır. Digər vərəsələrin ondan pay almaq hüququ varmı? Bəli. Bax, burada bizim həmin o mülki məcəllənin o 10-cu bölməsində vərəsəliklə bağlı səhv eləmirəmsə 1113-dən başlayır 1325-ə qədər hər halda 10-cu bölmədə nəzərdə tutulur. Məcburi pay. Bəli, məcburi pay anlayışı var. Məcburi pay anlayışı ilə ümumiyyətlə bir məsələndə vurğulayıram ki, bax, bu vərəsəliklə bağlı olan məsələlər o qədər, belə deyək də, praktikada tez-tez tətbiq olunur, mübahisələr səbəb olur deyə, bu bölmə ilə bağlı, mülki məcəllənin təkcə bu vərəsəlik bölməsi ilə bağlı Konstitusiya Məhkəməsinin təxminən bir 20, bəlkə biraz artıq, biraz əski, 20-yə yaxın Konstitusiya Məhkəməsinin bununla bağlı şərhi var. Hələ də bəzən ortaya çıxır, bəzən hətta, məsələn, bununla bağlı son vaxtlar mən təcrübədə rast olunub istifadə eləmişəm, Ali Məhkəmənin o məhkəmə təcrübəsini formalaşdıran 3 ulduz qərarları var. Bu vərəsəliklə bağlı çox belə mükəmməl, mənim bir belə hüquqi baxımından məntiqi dəyərləndirmə aparılaraq elə bir qərarları var. Burada məcburi pay anlayışı var. Bunu Konstitusiya Məhkəməsi bir neçə qərarında bu və ya digər formada bura toxunub. Bu nədən ibarətdir? Bayaq dediyim kontekstdə birinci dərəcəli vərəsələr, birinci dərəcəli kateqoriyaya aid olan vərəsələr məcburi paya yalnız onlar məxsusdur. Onu da deyim ki, ikinci, üçüncü və yaxud sonraki vərəsələr bu hüquq istisna olunur. Yalnız bu hüquq birinci dərəcəli vərəsələrə məxsusdur. Bunu da bir də izah edirəm. Birinci dərəcəli vərəsələr kimdir? Deməli, ər-arvad bir-birinə qarşı, onların sağdırsa valideyni və bir də ki, övladları. Birinci dərəcəli vərəsələr bunlar. Bunların mirasda, hətta indi bax, bununla bağlı çoxlu fərqli Konstitusiya Məhkəməsinin şərhləri var. Vəsiyyətnamədən qoyulmasından asılı olmayaraq, vəsiyyətnamənin necə qoyulmasından asılı olmayaraq, birinci dərəcəli vərəsələrin miras əmlakda məcburi pay almaq hüququ var. Yəni, ata-ana fikirləşməsə də qanun fikirləşir. Bəli, qanun da fikirləşir, qanun da, konstitusiyamızın da qanunvericiliyin o yanaşmasın. Bəzən tutaq ki, bəzi hüquq tətbiq edənlər və yaxud hüquq mütəxəssisləri düşünür ki, bu mülkiyyətçinin mülkiyyətinə müdaxilə kimi qiymətləndirilə bilər. Nədə? Tutaq ki, bir misal çəkək. Adam vəsiyyətnamə qoyur ölməmişdən qabaq, əmlakın ya vərəsələr sırasının ya da digər şəxsə tam həcmdə vəsiyyətnamə qoyur. Tutaq ki, A adlı şəxs rəhmətə getməmişdən qabaq vəsiyyətnamə qoyur ki, ona məxsus daşınadaş, ümumiyyətlə vərəsəlik kütləsinə aid olan əmlaklar keçsin B-yə. B ola bilər, vərəsələr sırasının da olsun, ümumiyyətlə kənar şəxs olsun, adamın qonşusu, iş yoldaşı, qanun icazə verir. Onun o səlahiyyəti dostu, tanışı. Tanışı verir. Amma bayaq dediyim qanunvericilik birinci dərəcəli vərəsələrin o əmlakda vəsiyyətnamədə nə yazılmasından asılı olmayaraq vərəsəlikdə məcburi pay var. Məcburi payda nə qədərdir, necə olur? Bir də bir misalda deyim, hətta ola bilər ki, şəxs sağlığında bu vəsiyyətnamə ilə, vərəsəliklə yox, sağlığında özünə məxsus əmlakı başqa bir şəxsə, ya yenə deyirəm, vərəsələrdən də ola bilər ki, bağışlayır. Qanun deyir ki, bu halda
əgər bağışlayan şəxs, əmlak sahibi rəhmətə gedirsə və bağışlamadan 2 il keçmirsə, yenə həmin birinci kateqoriyalı aid olan vərəsələr bağışlanmış əmlakda məcburi pay hüququnun tamamlanmasını tələb edə bilərlər. İndi bunu da deyim, nədir? Tutaq ki, bayaqki kontekstdə, misalda adam vəsiyyətnamə qoyub, bütün əmlakın bağışlayıb B adlı bir şəxsə. Amma bunun da müəyyən olur ki, birinci kateqoriyalı vərəsələrindən ya evladı, ya həyat yoldaşı, indi həyat yoldaşı ilə bağlı yadımdasın, başqa bir məsələdir, burada fərqlidir, onu da deyərəm. Ya yoldaşı ən azından bir və yaxud bir neçəsi qalıbsa, onlar müraciət eləyə bilər, hətta baxmayaraq ki, əmlak tam həcmdə başqa bir şəxsə vəsiyyətnamə ilə verilməsinə baxmayaraq, oradakı məcburi payı tələb edə bilir. Məcburi payda nə qədər? Qanun deyir ki, məcburi payda adi anlamda vərəsəyə düşə biləcək payın yarısı qədər. Yəni nədir? Deyək ki, birinci dərəcəli vərəsələr 3 dənə vərəsəd. Adamın 2 dənə vərəsəd var deyək ki. Adamın 100.000 manat, belə deyirəm ki, daha aydın başa düşülən olsun, 100.000 manat dəyərində olan əmlakı var. Bunlar adi qaydada vərəsə olsaydılar, hər birinə 2də 1 hissədə pay düşürdü, düzdürmü? Yəni 50% birinin, 50% birinin. 50 min düşürdüsə, məcburi payda onun yarısı. Yəni bu da eləyir 25 min. Artıq belə deyək, həmin o A adlı şəxs ölməmişdən qabaq vəsiyyətnamə qoyur 100 minlik əmlakın vəsiyyət eləyib B-yə. B də başqa şəxsdir, hətta vərəsələr sırasına aid deyil. Və mövcud həmin A adlı şəxsində 2 birinci kateqoriyadan olan vərəsəsi var. Həmin o vərəsələr vəsiyyətnamənin məzmunundan asılı olmayaraq oradan özlərinə məcburi pay 100 min manat dəyərində olan əmlakdan adi qaydada onlara 50 min düşə bilərdi hər birinə, amma məcburi pay o 50 minin də yarısı. Yəni ümumi 4də biri 25 mini tələb edə bilərlər və qanun da onların bu hüququnu tanıyır. Bəli. Mən hardasa o qanun, o dediniz ki, bağışlanma müqaviləsi də versə, hətta bağışlayarsa sağlığında yenə də məcburi pay var. Mən hesab edirəm ki, qanun bunu həqiqətən çox ədalətli düşünüb, yoxsa onda hamı bundan sui-istifadə edərdi. Heç kəs vəsiyyətnamə qoymazdı, düşünərdi ki, onsuz da mən öləndən sonra vəsiyyətnaməni digər vərəsələr mübahisələndirə bilirsə, hamı birbaşa bağışlanma müqaviləsindən istifadə edərdi. Amma siz qeyd edirsiniz ki, yəni bu halda belə yayına bilməz də vəsiyyət qoyan şəxs. Yenə də digər vərəsələrin məcburi payı var. Bəs bax, belə indi bilirik ki, ölkəmizdə erkən nicahlar olur, ümumiyyətlə nicahdan kənar münasibətlər olur. Nicahdan kənar doğulan uşaqlar vərəsə ola bilirmi? Hə, bax, bunun özü, təhcil bu faktın özü çox geniş mövzudur. Və çox da maraqlıdır və aktualdır. Mübahisə də çoxdur bu mövzuda. Həm ailə məcəlləsi ilə tənzimlənən bəzi xüsusi halları var, həm vərəsəli ilə bağlı. Konkret olaraq sualınıza gələndə deyim ki, tanına bilər. Yalnız qanun bir hal qoyub ki, nikahdan kənar, istəyir adın faktiki nikah qoyaq, vətəndaş nikahı qoyaq, qeyri-rəsmi münasibət, nə qoyuruqsa qoyaq, bu münasibətdən doğulmuş uşaqlarda atalarına münasibətdə, özdə qanun orada ayırıb, yazır ki, atalarına münasibət, valideynə yox. Niyə? Bunu valideyn deyəndə ata-ana nəzərdə tutulur da, düzdürmü? Bu anada zaten bu uşağı dünyaya gətirəndirsə, burada mübahisə yeri yoxdur. Ona görə yalnız ata... Analıq faktı zaten doğulan günü müəyyən olunur. Müəyyən olunur ki, bu artıq bunun evladıdır. Ona görə də bizim qanunvericilikdə çox məntiqi olaraq həmin hissədə yazır ki, atanın vərəsəsi ola bilər, yalnız bir şərt ödənilməlidir. Bu atalıq faktı qanunla müəyyən olunmuş qaydada tanınmalıdır. Hətta orada da indi biz bilirsiniz də, bəzi sözün özü biz hüquqşünasları üçün necə yazılması çox önəmlidir. Orada da yazır ki, məhkəmə qaydasında yazmır. Adətən bu atalıq faktı məhkəmə qaydasında müəyyən olunması təcrübə bizdə belə bir fikir. Yazır ki, qanunla müəyyən olunmuş qaydada. Yəni bu deməkdir ki, qanunla müəyyən olunmuş qaydada uşaq doğulanda hansı ki, ailə məcəlləsinin bununla bağlı o doğum haqqında şəhadətnamənin verilməsi Nazirlər Kabinetinin qərarı və s. Burada nəzərdə tutulan tələb odur ki, uşaq baxmayaraq ki, nikahdan rəsmi nikah olmayan şəxslər arasında dünyaya gəlib. Amma ana ilə bağlı mübahisə yoxdur heç. Ata
uşağın doğum haqqında şəhadətnaməsinin verilməsində rəsmi ərizə ilə bildirirsə ki, onun atası kimi özün qəbul eləyirsə və onda o qeydiyyatı aparan orqan həmin uşağın atası kimi həmin şəxsi yazır, anası kimi də artıq bu nə oldu? Qanunla müəyyən olundu ki, uşağın atası baxmayaraq ki, nikahdan kənarda olub, uşağın atası müəyyən olundu ki, tutaq ki, A-dır. Bəs kişi könüllü vermirsə atalıq? Orada məhkəmə bayaq dediyim məhkəmə qaydasında da müəyyən olan atalıq faktı varsa, vərəsə ola ona görə bilmir. qanun deyir ki, bu atalıq vaxtı qanunla müəyyən olunursa, qanunla müəyyən olunması həm məhkəmə qaydasında, həm qanunun özündə nəzərdə tutulmuş qaydada atalıq vaxtı təsdiq olunursa, nikahdan kənar doğulmuş uşaqlarda həmin atanın vərəsəsi olur. Hətta qanunverici deyir ki, hətta o uşaq özü də rəhmətə gedəndən sonra onun uşağı da, belə deyək də, babasına vərəsə ola bilir. Bəs Qəhrəman müəllim, kim vərəsə ola bilmir? Kim vərəsə ola bilmir? Məsələn, ləyaqətsiz vərəsə deyə anlayış var qanunda. Bu barədə məlumat verin. Bu barədə həm bir valideynlərə münasibətdə ola bilər ki, valideynlik hüququndan məhrum olunmuş şəxslər evladlarına münasibətdə vərəsə ola bilməzlər. İndi bir məsələ bizim ailə məcəlləsindən bildiyimiz, həm də burada da nəzərdə tutulur ki, valideynlik hüququndan məhrum olan şəxslər valideynlik vəzifəsindən məhrum olmurlar. Valideynlik vəzifəsi onların üzərində qalır. Yəni hüquqlarını itirirlər, ancaq vəzifələri qalır. Buna vərəsəliyə münasibətdə də onlar valideynlik hüququndan məhrum olunsa da evladları onun vərəsəsi ola bilir, amma o evladlarına münasibətdə vərəsə ola bilmir. Bir bu kateqoriyadan olan şəxslər, yəni valideynlik hüququndan məhrum olunmuş şəxslər vərəsə ola bilir. Bir də ki, o qanunda bildiyimiz kimi ləyaqətsiz vərəsələr, ləyaqətsiz hesab olunmuş vərəsələr vərəsə ola bilir. Hətta olmuş olsa da belə, sözsüz ki, bu ləyaqətsiz vərəsə olma anlayışı qanunvericinin özündən göründüyü kimi yalnız məhkəmə qaydasında müəyyən oluna bilər. Məhkəmə qaydasında müəyyən olunandan sonra hətta həmin vərəsə kimi tanınıb müəyyən miras əmlak əldə etmiş olsa belə, məhkəmə qaydasında o ləyaqətsiz vərəsə hesab olandan sonra əldə etdiklərinin hamısını geri qaytarmalıdır. Orada da qanunvericiliyimizdə qeyd olunub, o cümlədən bununla bağlı Konstitusiya Məhkəməsində yenə şərhi var, necə olmalıdır prosedur qaydası və s. Qanunvericilikdə də nəzərdə tutulur ki, deməli, ölmüş şəxsin son iradəsinin həyata keçirilməsinə qarşı törətmiş cinayət nəticəsində son iradəsinin həyata keçirilməsinə maneə törətmiş və yaxud hər hansı bir səbəblə özünün və yaxud marağında olduğu digər şəxslərin miras kütləsinin artmasına səbəb olan halları törətmiş şəxslər və ona marağı, belə deyək də, hüquqları pozulmuş şəxs, digər vərəsə ola bilən şəxslər tərəfindən müraciət olunur. Məhkəmə qaydasında fakt təsdiqini tapırsa ki, bu mərhuma qarşı, miras əmlakın sahibinə qarşı həmin o qanunda deyilən qanunsuz hərəkətlər törədilib və o təsdiq olunursa və məhkəmə qaydasında o ləyaqətsiz vərəsə hesab oluna bilir. Ləyaqətsiz vərəsədə bildiyimiz kimi, əgər miras əmlak qəbul olunmuşsa daha qəbul oluna bilməz, vərəsə ola bilməz. Hətta qəbul etmiş miras kütləsi varsa da, bayaq dedim, həmin o miras kütləsinin geri təqdim eləməlidir ki, hansı ki, o artıq vərəsəlik hüququndan məhrum olunub, vərəsə ola bilməz. Bax, Qəhrəman müəllim, şəxs vəfat etdi, öldü. Mirasın, vərəsələr hansı müddətdə müraciət etməlidir, hara müraciət etməlidir, hansı qaydada, hamısı bir yerdəmi, məsələn 5-6 vərəsə var, bir yerdəmi getməlidir, mirasın açıldığı yer, mirasın açıldığı vaxt, xahiş edirəm bu barədə də ətraflı məlumat verir. Çünki niyə, həqiqətən də vətəndaşlarımız bilsə də ki, vərəsəlik anlayışı var. Yəni, çox əvvəllər düzdür, qanundan indi siz qeyd edəcəksiniz, dəyişikliklər oldu. Gec müraciət etdiklərinə görə çox problemlərlə üzləşirdilər. İndi xahiş edirəm bu barədə məlumat verin, tamaşaçılarımız bilsin. Deməli, birinci başlayaq, mirasın açılma vaxtı. Qanunverici deyir ki, şəxs, yəni o miras qoyan, öldüyü və məhkəmə qaydasında ölmüş elan edildiyi vaxtdan miras açılmış hesab olunur. Bir. Sonra dediyiniz ikinci məsələ, mirasın açıldığı yer. Mirasın açıldığı yer şəxsin yaşayış yeri üzrə açılır. Yox, əgər, belə deyək, şəxsin yaşayış yeri məlum deyilsə və yaxud xaricdə, ölkə xaricində rəhmətə gedibsə, bu anda deyir ki, miras kütləsinə daxil olan əmlakların ən çox olan
yer üzrə. Daşınmaz əmlak varsa, daşınmaz əmlak yoxdursa, daşınar əmlakların ən çoxunun olduğu yer üzrə, hətta bu yoxdursa da şəxsin axırıncı yaşayış yer üzrə açılır vərəsəlik. Bu da bəlli məsələdir ki, indi bizdə o dediyim məsələ çox nadir hallarda rast gələn məsələdir, amma adətən şəxsin bəlli məsələdir ki, Azərbaycan Respublikasında yaşayış yeri var. Yaşadığı yer ərazidə də deməli rəhmətə getməsi o vərəsəlik işinin açılması məkanın adamın yaşadığı yerlə də əlaqələndirir. Deməli, qaldı ki, o hansı vərəsələr hansı vaxtda müraciət edilən və s. Bu bildiyimiz kimi biraz qanunvericiliyimizdə müddətlə məhdudlaşdırılmışdı ki, vərəsəlik işinin açıldığı vaxtdan, nə bilim, 3 ay sonra məhkəmə qaydasında 6 ay uzadılması və s. Bununla bağlı da yenə çox sağ olsunlar, təşəkkürümüzü bildiririk. Konstitusiya Məhkəməsi bununla bağlı o çox saylı qərarlar var, çox mübahisəli məsələlərə aydınlıq gətirir. Hətta çox, belə deyək də, bizim milli qanunvericiliyin, xüsusən vərəsəlik qanunvericiliyinin, insan vətəndaş hüquq və azadlıqlarının, belə deyək, ekvivalentliyi baxımından uyğun hesab eləmədiyi bəzi normalar da qüvvədən salıblar. Konstitusiya haqqında qanunvericinin tələbinə görə Konstitusiya Məhkəməsi öz səlahiyyətindən istifadə edərək bəzən qanunverici orqana hansı ki normada ziddiyyət və yaxud uyğunsuzluq olduğu təqdirdə onun baxılması, yenilənməsi ilə bağlı müraciət eləyə bilir. Bəzən də artıq həmin o normanın qüvvədən salınması barədə sözsüz ki, həmin o Konstitusiya Məhkəməsinin hüququ var, o hüquqdan da istifadə edib. Bu, həmin o müddəti Konstitusiya Məhkəməsinin sonuncu qərarların birində çox, belə deyək, obyektiv və ədalətli şəkildə qiymət verərək hesab edib ki, bu, həm də elə qanunvericinin özünün digər normalarının əlaqəli şərhi ona dəlalət edib ki, artıq həmin normanın, deyək ki, vərəsə ola biləcək şəxslərin vərəsəliyi qəbul eləməyi müddətlə məhdudlaşdırılması artıq qanunvericinin ümumi prinsiplərinə ziddir. Ona görə də Konstitusiya Məhkəməsi mülki qanunvericinin vərəsəliyə aid olan hissəsində həmin o qanunları qüvvədən saldı. Artıq belə ədalətli yanaşma ondan ibarətdir ki, vərəsə ola biləcək şəxslər artıq vərəsəlik açıldığı vaxtdan vərəsəlik hüququ yaranır deyə onu müəyyən müddətlə məhdudlaşdırılması yol verilməzdir. Yəni, daha başa düşülən formada deyim, vərəsə ola biləcək şəxslər vərəsəlik açıldığı müddətdən istədikləri vaxt müraciət edə bilərlər. Və o mülki qanunvericinin tələbinə görə də tutaq ki, hər hansısa bir vərəsənin müraciət eləməsi üçün və yaxud ərizə verilməsi üçün gəlməsi də məcburi deyil. Qanun icazə verir ki, vərəsəliyin dairəsi konkret müəyyən olunması mümkündürsə, vərəsələrdən gəlmişin, belə deyək də, miras payı ayrılmaqla digər vərəsəyə aid olan hissəsi qalmaq şərti ilə müraciət edən vərəsənin açıq saxlanıla bilər və s. formada, amma ən əsas odur ki, müraciət edən vərəsəni müraciət eləmək istəməyən vərəsədən qanunverici asılı salmır. Müraciət edirsə, onun mirasda payı müəyyən olur, ona aid də şəhadətnamə verir, gedir. O biri hüququ olan şəxs nə vaxt müraciət edir, necə müraciət, ona görə ki, bu artıq əmlak hüquqları ilə bağlıdır deyə. Bizim qanunvericilikdə də əmlak hüquqları bilirsiniz də müddətlə məhdudlaşdırılmır. Yəni mülkiyyətçi anlamına gəlir. O mülkiyyət hüququ da qanunla məhdudlaşdırılmış. Ona görə də miras kütləsində pay olan vərəsə istədiyi vaxt mirasın əldə olunması ilə bağlı müraciət edə bilər, amma bir məsələ də var burada. Onunla bağlı Konstitusiya Məhkəməsinin digər qərarlarında mövqe sərgilib, o da ondan ibarətdir ki, mirasın qəbulu təkcə miras haqqında şəhadətnamə alma ilə məhdudlaşdırılmır. Mirasın faktiki qəbulu da var. Bəli. Faktiki qəbulu da ondan ibarətdir ki, həmin o miras kütləsinə sahiblik eləmək, nəzarət eləmək, istifadə eləmək, bununla bağlı adam hətta gəlib müraciət eləmirsə, miras kütləsinin bir qisminə və yaxud hamısından faydalı xassələrindən istifadə edirsə və yaxud belə deyim də, adam rəhmətə gedir, rəhmətə getmiş şəxsin evi var və yaxud nə bilim pay torpaq sahəsi var və yaxud bağ sahəsi var, onun yoldaşı və yaxud oğlu da həmin evdə yaşayır və yaxud həmin bağdan, həmin ümumiyyətlə miras kütləsindən istifadə edir, zavoddan, fabrikdən. Bu demək ki, artıq adam o mirası qəbul etməyin şəksiz nümayiş elətdirir. Yəni onun üçün birinci qanun deyir ki, məhdudiyyət yoxdur. Daha doğrusu
Konstitusiya Yəni, Məhkəməsinin sırf mövqeyi ərz odur ki, edilməklə məhdudlaşdırılmır bu. mövqeyi ondan ibarətdir ki, qanunvericinin tələbi, hazırda qüvvədə olan qanunvericiliyimiz ona hesablanıb ki, miras kütləsində payların müəyyən olunması ilə bağlı müraciət etmək müddətlə məhdudlaşdırılmayıb. Eyni zamanda da adam o deməli miras əmlakı faktiki sahiblik edirsə və onun faydalı xüsusiyyətlərindən istifadə edirsə, artıq mirası qəbul eləmiş sayılır. Qəhrəman müəllim, sonuncu bir sualım. Ümumiyyətlə vərəsəliklə keçən əmlak nikah pozulan zaman bölünürmü ər-arvad arasında? Birgə nikah dövründə əldə olunmuş əmlaklar, hansı əmlaklar aiddir onlara, hansılar aid deyil. Aid olmayanlara şəxslərin nikahdan əvvəl əldə elədiyi əmlaklardır. Şəxslərə bağışlanan əmlaklardır. Bir də vərəsəlik qaydasına keçənlərdir. Bunlar artıq birgə elə özünün əldə olunma formasından görsənir ki, birgə nikah dövründə əldə olunmuyor. Yəni birgə nikah dövründə əldə olunan əmlak odur ki, adamlar birgə nikah fəaliyyəti sahəsində, birgə ailə təsərrüfatı sahəsində qazanıblar. Hansının daha çox, hansının daha az qazanması və yaxud birinin ailə işlərinə məşğul olması, birinin qazancının olması əhəmiyyət kəsb eləmir. Əsas əhəmiyyətli olan ondan ibarətdir ki, bunlar ailə kimi, həqiqi ailə kimi mövcud olsunlar və ailə təsərrüfatı nəticəsində bu qazanılmış olsun. Öz zəhmətləri olsun. Aysa ol. İkisindən birinin, birinci qanunvericiliyin belə formal tələbi ondan ibarətdir ki, birinci bunlar həqiqi ailə münasibətlərində olsun. Yəni formal ailə münasibətlərində olanlar buna aid deyil. Deyək ki, adamların rəsmi nikahları var, amma ayrı-ayrı yaşayırlar, faktiki nikah münasibətlərində deyirlər, ayrı təsərrüfat aparırlar. Bunların əldə etdikləri məhkəmə qaydasında sübut olunsa ki, bunların nikahları formaldır, ayrı təsərrüfat aparırlar, o da onların şəxsi əmlakı hesab olunur. İndi burada tələb olan odur ki, birgə nikahda olmaları olmalıdır. İkinci, bu formal olmalı deyil. Həqiqi ailə münasibətlərindən olmalıdır. Və bu kontekstdən qazanılmış əmlaklar birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunur və bunların da ailə üzvlərinin, ər-arvadın onların üzərində qanunvericilikdə başqa nəzərdə tutulmuşsa bərabər paylara malikdir. Amma bir istisna da var ki, şəxslərin özünə məxsus olan birgə nikah dövründə əldə olunmuş bu mülki qanunvericinin tələbidir, ailə məcəlləsində var. Özlərinə fərdi qaydada məxsus olmuş əmlak, əşyalar sonradan birgə ailə təsərrüfatı nəticəsində onun yaxşılaşdırılması, deyək ki, əsaslı sərmayə qoyulması, avadanlıqla təchiz olunması sayəsində dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olursa, artıq o da birgə nikah dövründə əldə olunmuş əmlak hesab oluna bilər. Misal, vərəsəliklə bağlanmış əmlak birgə nikah dövründə əmlak kütləsinə aid deyil. Ancaq vərəsəliklə keçmiş əmlak ola bilər. Tutaq ki, adama bir otaqlı bir ev, həyət evi torpaqda olubdur. Sonradan birgə nikah dövründə bunu iki mərtəbə eləyiblər və yaxud əlavə otaq artırıblar, digər formada ola bilər. Artıq bu halda bu məhkəmə qaydasında bu təsdiqini taparsa, bu baxmayaraq ki, vərəsəlik qaydasına keçib birgə nikah dövründə əldə olunmuş əmlak hesab oluna bilər və tərəflərin onda ər-arvadın qanunda nəzərdə tutulmuş kimi payları müəyyən oluna bilər. Vərəsəliklə bağlı məsələmdə deyim, burada ər-arvadla bağlı vərəsəlikdə xüsusi rol oynayır. Ona görə ki, bayaq dediyim məsələ, əgər vərəsə, miras əmlak kütləsinə aid olan əmlak müəyyən olunsa ki, baxmayaraq ki, kimin adının adı, bu əmlak birgə nikah dövründə əldə olunub. Onda ər-arvaddan birinin, deyək ki, ərin tutaq ki, adında idi, ər rəhmətə gedib, vərəsəlik işi açılıb, miras kütləsi var. Əgər müəyyən olunsa ki, o birgə nikah dövründə əldə olunub, arvadın həmin o miras kütləsindən tam heç bir istisnasız 50%, artıq 2/1 hissəsi avtomatik həmin o xanımın da, ər-arvaddan arvadın. Yerdə qalan 2/1 hissəsi 50% artıq o miras qanunvericiliyin tələbinə uyğun olaraq bölüşdürə bilir. Həmin o 50% də yenə də vərəsə kimi, adi vərəsə kimi arvad orada iştirak edə bilər. Yəni bu hallarda olmalıdır. Bir də bir məsələ xüsusi vurğulayım. Bununla bağlı Ali Məhkəmənin həmin o üçüncü statusunda olan çox önəmli bir qərarı var. Bu nədən ibarətdir? Həmin o bayaq danışdığa bağışlanmış əmlakda məcburi pay tələb eləmə, bir də ki, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq birinci kateqoriyalı vərəsələrin məcburi pay tələb eləmə hüququ. Bax, bunu indiyə qədər, həmin o Ali Məhkəmənin qərarı çıxarana qədər bütün məhkəmələr tətbiq edir, bütün hallarda məcburi pay hüququnu tanıyırdı. Amma Ali Məhkəmənin həmin o qərarında bildirildi ki, burada araşdırma aparılmalıdır.
müəyyən olunmalıdır ki, həmin o vərəsənin, məcburi pay tələb edən vərəsənin digər miras kütləsindən ona pay düşüb düşmür və pay ölçülməlidir bütün miras kütləsində. Onun məcburi payı müəyyən olunmalıdır və onun qazandığı, əldə etdiyi miras kütləsindən digər pay müəyyən olunmalıdır. Bu balans, uyğunluq yoxlanılmalıdır. Əgər müəyyən olunsa ki, belə deyim də, şərti deyək, adamın məcburi pay tələb eləmək üçün miras kütləsindən 50 minlik əmlak tələb eləyə bilir. Amma müəyyən olunub ki, şəxsin, mərhumun başqa bir miras əmlak kütləsindən, əmlakından həmin şəxs 50 mindən daha artıq əldə eləyib, onda artıq o məcburi pay tələb eləyə bilmir. Ona görə ki, onun məcburi payı artıq ödənilmiş olur. Ona görə də qanunverici bayaq dedik, bu məsələləri birinci dərəcəli vərəsələr dediyimiz kimdir? Yaxın ailə üzvləri. Ona ailə dəyərlərinə verilən hörmət, verilən dəyər münasibətindən irəli gələrək bu məcburi pay anlayışını yaradıb ki, hansı ki, ailə aliment öhdəliyi və digər bir-birini saxlamaq vəzifəsi ailə xüsusi bir institut kimi həm də bizim konstitusiyamızda yazılıb dövlətin nəzarətindədir. Dövlətdə qanunvericilik baxımından həm ehtiyacı olanlara alimentin ödənilməsi, həm vərəsəlik qaydasında bağışlamada, vəsiyyətnamənin məzmununda nədə ifadə olmasına asılı olmayaraq, ailə üzvləri olduğundan onun məcburi pay hüququnu tanıyır. Bu ailə bağlarına, ailə institutuna dövlətin, hüquq sisteminin verdiyi ən üstün dəyərdir. Qəhrəman müəllim, sonda sizə təşəkkür edirəm, xoş oldu. İnşallah növbəti verilişlərdə yenə də görüşərik. Sağ olun, təşəkkür Hörmətli tamaşaçılar, sağ olun, salamat qalın, özünüzü və hüquqlarınızı qoruyun.